Bakı şəhərində baş verən növbəti faciə cəmiyyəti sarsıdıb. Bu dəfə acı xəbər paytaxtın Nəsimi rayonu ərazisindən gəlib. Cəmi 10 yaşı olan Elcan Məmmədovun qəfil vəfatı hər kəsi dərin kədərə qərq edib. Məlumata görə 211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcan son günlər qripdən əziyyət çəkirmiş. Ailəsinin bildirdiyinə görə səhhəti qəfil pisləşib və o yaşadığı evdə dünyasını dəyişib. Bir neçə gün əvvəl dərsə gedən, dostları ilə oynayan bir uşağın bu gün həyatda olmaması insanı sarsıdır. Uşaq ölümü hər zaman ən ağır itkidir. Çünki yarımçıq qalan arzular, açılmamış gələcək, valideynlərin gözündə donub qalan xəyallar deməkdir. Bu hadisə bir daha sual doğurur. Mövsümi qripə yanaşmamız nə qədər ciddidir? Bəzən valideynlər qripi adi soyuq dəymə kimi qəbul edir, lakin bəzi hallarda virus ağır fəsadlara yol aça bilər. Xüsusilə uşaqlarda yüksək hərarət, halsızlıq və qəfil vəziyyət dəyişiklikləri diqqətlə izlənməlidir. Həkimə vaxtında müraciət, düzgün müalicə və nəzarət həyati əhəmiyyət daşıyır. Digər tərəfdən, məktəblərdə tibbi nəzarət, maarifləndirmə və valideyn məktəb əməkdaşlığı da önəmlidir. Uşaqların sağlamlığı hər şeydən üstün tutulmalıdır. Bir uşağın itkisi təkcə bir ailənin deyil, bütöv cəmiyyətin ağrısıdır. Hazırda faktla bağlı araşdırma aparılır. Ümid edək ki, səbəblər tam aydınlaşdırılacaq və gələcəkdə bu cür faciələrin qarşısını almaq üçün lazımi addımlar atılacaq. Elcanın vaxtsız ölümü bir daha xatırladır. Sağlamlıq məsələsində adi haldır deyə bir anlayış olmamalıdır. Valideynlərin diqqəti, həkimlərin operativ müdaxiləsi və cəmiyyətin həssas yanaşması bəlkə də başqa bir ailənin bu ağrını yaşamamasına səbəb ola bilər. Allah rəhmət eləsin.